Görmez geldi gölgədi səsin, sözüm səhərdi, yanar nəfəsin. Ekran titrəyir, adım qorxudur, kanalım kabusum başlanğıcıdır. Hər şey salam, deməli bugünkü videomuz nə haqqında olacaqdı, onu sizə deyim, başa salım nə haqqında olacaq. Bugünkü videomuz pul qazanmaq haqqında olacaqdı. İndi necə mən pulsuz elmaslar qazanmam, məsələn, necə məndə bu boyda pulsuz aylıqdır, həftəlikdir. Məsələn, aylığım 164 gün, həftəliyim 347 gün, mini həftəliyim 69 gün. Necə bunlar olur, onları sizə başa salacağım. Həm də ki, pulsuz pul qazanmaq, pulsuz elmas qazanmaq, onları başa salacağım. Bundan video axıra qədər baxsız, yığdırmaq olmaz. Qətiyyən videonu yığdırmaq olmaz. Video axıra qədər baxsız. Yəni yığdırsaz baxın da özünüz bilərsiniz. Yəni qazanmaq istəyirsinizsə video axıra qədər qeydiyyatdır, zaddır, hər bir şey başa salıram sizə, hər bir şey öyrədirəm. Qeyd edeyim, nəzərinizə çatdırım. Linki aşağıda qoyacağım, videonun aşağısında linki qoyacağım. Oradan qeydiyyatdan keçin. Çünki biz orada öz oyuncularımız üçün yarışlar keçirdik, öz izləyicilərimiz üçün yarışlar keçirdik. Məsələn, ən çox pul çıxardığına 100 manat, 10 manat, həftəlik, indi aylıq elə bir şeylər keçirtmək istəyirik, keçirtməyə fikirləşirik. İndi yenə də sizdən özünüzdən asılıdır. Əgər belə yaxşı davam eləsək, həftəlik ya da aylıq 100 manat, 10 manatlıq yarışlar keçiriləcəkdir. Ən çox kimlər ki pul çıxarsa onlara. Yəni linki ona görə aşağıda qoyacağım. Bizdən qeydiyyatdan keçməyi yadınızdan çıxartmayın. Bizdən qeydiyyatdan keçin ki, həm elmasa görə köməklik eləyək, elmasla dəyişməyə rubli, həm də rubli manata çevirməyə görə. Yəni biz yarışlara sizi əlavə edə bilərik. Yəni çox söz soruşur, abi sən bütün günü budasan, oyundasan, eləyirsən və işləmsə eləmirsən, bu qədər elmas hardan vursan. Bütün qazançlar məndə internetdəndir, internetdən gəlir. Mən sizə onu başa salacağım ki, internetdən qazançlar necədir, necə olur, necə lazımdır. Yəni bir qəpiyiniz çıxmadan, yəni bir qəpi belə pulunu çıxmadan günə məsələn 4-5 dənə həftəliyin pulu və yaxud aylığın pulu uzat belə çıxarda biləcəksiniz. Yəni pulları perevod eləməkdir, məsələn rubli manat eləmək, məsələn rubli elmasla dəyişmək, hər bir şeydə mən özüm cavabdayam. Deməli baxırıq 7 dənə bu gün mənə hədiyyə gəlib. Bu gün yox, ümumi bizə 7 dənə hədiyyə gəlib. Maşallah, yəqin ki, hamısı da karakter alar. Hamısını bir-bir açacağıq. İlk öncə Ümiddən başlayaq. Ümid bizə nə hədiyyəsadır, nə karakteri. Qəşəng, çox sağ ol. Sonra keçirik Niko. Nikonun hədiyyəsi. Niko bizə nə atıbdır? Niko nəsə yazmışdı, oxuyamadıq. Bu karakteri atıb, yox yazıbdı. Səndə olsa da o kartdan verər, yenə də lazım olur. Kartdan çox sağ ol, yenə də çox sağ ol. Russell Pro. Sonra Russell Pro bizə nə göndəribdi? Karakter göndərib, çox sağ ol Russell Pro. Sonra FF canavar. FF canavarı bizə nə göndəribdi? Ördək göndərib, çox sağ ol, var ol, Allah köməyin olsun. İlkin bizə nə göndəribdir? İlkin hədiyyəsi kuşanaq, çox sağ ol, var ol, kuşandıq. Sonra kuşandıq, çox sağ ol, var ol. Adlar çəkmədim, gözləyin, kimi bu ilkin idi, bu Sakura deyək. Sakura yazıqdır, Sakura deyək biz. Bu İskəndər atıb pişiyə yeni paltar. Pişiyimizə yeni paltar atıbdır. Pişiyimizin də paltarını kuşandıq. Deməli gördüyünüz kimi pişiyimizin paltarı zadı hər bir şey oldu. Amma siz hələ bizim pişiyimizə ad tapılmıyorsunuz. Yəni pişiyimizə hələ də ad tapılmayıbdır. Bilmirəm nə olacaqdı, nə tür olacaqdı. Bir də qeyd edim, nəzərinizə çatdırım uşaqlar. Arkadaşlıq hamınızı qəbul edirəm. Bax 279 nəfər bu dəqiqə arkadaşlığımda adam var. 300 olur. Maksimum 300 nəfər arkadaşlıqda saxlamaq olur. Mənim arkadaşlığımda 299 nəfər var. Yəni bir dəqiqə istək listələrini göstərməyim. Yəni istək listelərində də arkadaşlıq yenə gəlibdir. Yəni qəbul eləyəmirəm. Hər birinizi qəbul eləyəmirəm. Bacardığım qədər qəbul elədiyim, bacardığım qədər qəbul eləyirəm. Bir də yeni gələn budur, məsələn, budur, bunu almaq. Hələ görürsünüz, basmamışam, nədən sizi saxlayacağım. Sizə bir dənə pul qazanmağı öyrədim, sonra onlara girişəcəyik. Sonra
silahları almaq fikrim yoxdur, istəmirəm silahları alım. Bu da Guardian alacağam. Bəlkə silahları aldım. Buradan bunu xoşladım. Səhv eləmirəmsə PUBG-də də deyəsən belə bir silah var. Səhv eləmirəmsə də. Onu xoşladım. Ən çox bilmirəm bunlardan da yəqin bu var məndə, bunlar da ki yəqin işlətmirəm onsuz da Scar Evo-dur, lazımsızdır. Belə. Deməli videomuza axıra qədər baxsınız. Hər birinizə xoş izləmələr. Videodan çıxmayın, axıra qədər baxın. Siz də belə bir hesaba sahib olacaqsınız. Yəni nə var? Ürəyin istədiyi şəkildə pul vuracaqsınız hesabınıza. Olun, sağ olun, var olun. Hər birinizə xoş izləmələr. Bəli, deməli sayt budur. Aşağıdan linkini qoyacağam. Kimlər istəsə qeydiyyatdan keçə bilər. Məsələn, linkdən qeydiyyatdan keçəcəksiniz. Deməli balansımızda 137 rubl var. Məsələn, bu mənim 2 saatlıq deyək ki qazancımdır. Bizdə deyək 105 elmasın qiyməti neçədir? 70 rublə. Həftəliyin qiyməti neçədir? 111 rublə. Yəni 2 saat ərzində belə deyim siz 210 elmas məsələn bir dənə həftəlik qazana bilərsiniz və yaxud da ki lap çox. İndi bilirsiniz də mən vaxtım yoxdur deyə mən də daha az məbləğ yığmışam. Yəni siz qısa vaxt ərzində, lap qısa vaxt ərzində, məsələn gün ərzində 5 dənə həftəliyin, 10 dənə həftəliyin pulunu kasa bilərsiniz, yəni yığa bilərsiniz. Yəni hər aktivliyinizdən asılıdır. İndi nə qarışıq biz? Mən sizə buradan pul çıxartmağı öyrədəcəm. Pul necə çıxartmaq olar? Pul ümumiyyətlə çıxartmaq olarmı? Onu göstərəcəm mən sizə. Deməli 137 rubl balansımızda pul var. Payer vasitəsilə çıxardacağıq. Payeri də sizə öyrədəcəm. Sizdə rubildir. Mən sizdən rubl, əgər sizə pul lazımsa, mən sizə rubildə sizdən alıram və qarşılığında sizə manat verirəm. Və yaxud da ki elmas yüklüyürük, fərqi yoxdur. Deməli bu da göstərdi. 137 rubl çıxardacağıq. 8 rubl komissiya, 129 rubl bizə pul ödəyəcək bu. Deməli payer kaşlok nömrəmizi qoyduq. Təsdiqlədik. 2 saniyə ərzində təsdiqlənir. Deməli bəli 137 rubl oradan komissiya çıxır, ümumi belə elə. Ona qədər də gəlin sizə qazancları göstərim. Deməli deyirsiniz ki, məsələn, bu rus saytdır. Mən rusca bilmirəm, pulu ödənişi nətər çıxaracağam, başa salım sizə. Linki qoyacağım aşağıda, qeydiyyatdan keçərsiniz. Bizdən kimlər ki aşağıdan linkdən kimlər ki qeydiyyatdan keçir, olan bütün pul işlərinə biz baxırıq, pullarını çıxartmaq saat hər şey bizlikdir. Deməli dil bilməyinizə ehtiyac yoxdur. Məsələn, burada görürsünüz birinci takipçidir, ikinci bəyənidir, üçüncü repostudur, üçüncü dostluqdur, beşinci məsələn onlar dediklərini seçməkdir, yorumdur, baxışdır, video baxışdır bir də. Bəli, məsələn, takipdir görürsünüz. Yəni bu indi belə verir. Vaxt keçdikcə artacaqdır. Sizdə də məsələn bura yazılacaq, 1 rubl verəcəkdir biri. Məsələn, yəni fərqli. Mən indi baxmışam deyə, bu da məsələn belə məbləğlər azdır. Deməli bastıq üstündən 2 dəfə basanda belə gəldi. Məsələn, buradan takip atdı. Takip atdıqmı təzədən obratını yox düz. Obratını dala qaydırıq. Buradan bir dəfə bastıq, 76 idi, 1 rubl oldu, balansımız artdı. İkinci 30 kopeka verir. Yəni bu da zadaniya çox olur, dəhşət çox olur. Bu mən hazırda eləmişəm deyə bəlkə ona görə məndə azdır. Dala qayıtdıq. Deməli keçdik. Deməli ödənişlər də balanslarımızı da belə yığırıq. Yəni bu şəkildə yığsız, bu şəkildə sizə başa salınan, bu şəkildə yığsız. Videonun axırına qədər baxarsınız. Qeydiyyatda sizə göstərəcəm. Yəni qeydiyyatlarımız da çox asaddır. Yəni bu da məsələn özünüz seçdiniz də, məsələn bəyəni, takip nə istəsəz elə qaçırsınız, özünüz pulları yığırsınız. Deməli bu da keçirik Instagramımız var. Deməli Instagram, məsələn burada seçirik, buran basırıq. Buranı seçirik, sizə nə lazımdır? Takipçi 20 nəfərə məsələn takip ata bilərik. Məsələn üçün deyirəm də zadaniyalar tez gəlir. Bəli, bastıq, məsələn bunun üstündən bastıq. Gəlir bu insanın səhifəsi açılır. İndi bizdə VPN ilə girmişik deyə set biraz zəifdir. Yəni səhifəsi gəlsin. Tam şəkildə. Bəli, səhifəsi gəldi gördüyünüz kimi bir dənə takip atdıq buna. Takip atdıq, bir dənə belə elədik. Təzədən dala qaydırıq. Bu da Instagramda biraz gözləmək lazımdır. Harca 5-10 saniyə təxmini gözləmək lazımdır. Plusdakı qeyd edib nəzərinizə çatdırım. Profil şəkili öz şəklinizi qoymalısınız. Mən indi yəni öz şəkliniz olmasa da olar da, yəni internetdən bir şəkil. Bu nədir? Bu nə şəkildir mən qoymuşam. İnternetdən bir şəkil qoyursunuz, yəni insan üzü görsənməlidir ki, yəni bu insandır, gerçək insandır.
Onun şəklini qoymalısınız. İndi biz də bu şəkli qoymuşuq, bu şəkli seçmişik. Beləcə qoyursunuz o şəkli bəli. Keçirik bütün profillərdə öz şəkliniz olmalı. Öz şəkliniz yoxdur, elə internet şəkli olmalıdır. Deyək nəzərdə tutaq, elə gətirək. Gözləyə təsdiq eləsin, pullarımızı versin. Deməli təsdiq elədi, pul balans ücret 2 rubl oldu. Yəni bu şəkildə tez-tez artırmaq olurdu. İndi video çəkirəm deyə mən sizə elə də tez-tez göstərəm ki, opsiya zadaniyalar eləmək. Arada bir də payerimizə baxaq. Bəli, sonra burada nə var? Sonra burada məsələn bəyəni var. Bəyənini seçirik məsələn. Deyək ki, məsələn bu insana bəyəni atmalısınız da. 20 kopeyka verin. 20-20'dir məsələn sizdə artacaq. Yenə deyirəm, VPN ilə girirəm deyə məndə set belə zəifdir. Rusiyada yaşayıram deyə VPN açmışam. Yoxsa Instagrama girmək olmur. Siz Azərbaycanda yaşayırsınız deyə sizdə rahatçılıq olacaq da. Yəni hara istəsəz girmək, eləmək. Hər bir şey rahatçılıq olacaq. Səsin şöyle, buradan səs bər çıxar, bizim səsimiz gəlməz. Bəli, götürdük. Belə bu sayədə məsələn orada başqa şeylər də var. Məsələn deyək yorum yazmaq. Yəni video axıra qədər baxın ki, yarım çıx baxan heç nə əldə eləyə qazanamayacaq. Məsələn yorum yazmaq da. Məsələn 30 qəpik verir deyək yorum yazmaq. Bax bu məsələn bura yazıbdı, bunu kopyalamalıyıq. Bunu kopyaladıq. Keçirik sayta. Publika ücə nedostupna. Ücə bizdən qabaq bunu şey liftlər. Məsələn, yəni bir dənə də yoxlayaq. Bəlkə məndə set zəifdir, ona görə belədir. Yox. Görürsünüz, səhv şey basdım. Yox. Nedostupna, yox. Keçək ikinciyə. Deməli 5-6 cümlə söz yazmalıyıq. 5-6 cümlə söz yazmalıyıq. Setdir bizdə zəifdir. Yəni deyim, belə başa saldım, yorum yazsız, aşağı bir dənə yuxarı təzədən girirsiniz götür. Yaxşısı gəlin VK-nə. VK bizdən VPN istəmir, tələb eləmir. VPN bizdə Rusiyada, VK bizdə Rusiyada işləyir. Rahatlıqla işləyir deyə rahatlıqla eləyə bilir. Deməli burada zadaniyalarda, burada zadaniya eləyirsiniz hər bir şey. Ödənişlərinizi rahatlıqla götürürsünüz. Məsələn, basırıq, bəyənidir. Məsələn, posta keçid eləyirik, bu da bəyənidir. Məsələn, bu qızı bəyəndik, qızı nə pişirikdir, baxmalıyıq, bir 5 saniyə keçsində elə belə göz atırıq, biraz yazılara baxıb biz də güllük, keçirik, buradan pulumuzu götürürük ki, pulumuzu ver. Bəli, bu sayədə daha çox qazanırsınız. Buradan bizdə Instagramdır, TikTokdur, LinkedIn. Telegramı mən bilmədim nətərdir. Telegramda inşallah öyrənərəm, sizə öyrənərəm. İnşallah YouTube'dur, Facebook'dur, Adnaklastikdir. Onlar da aktivləşəcəkdir. Bir də qeyd edeyim, təxmini ayın neçəsi deyim sizə. Ayın neçəsi deyim. Gələn ay ya da o aya indidən iştirak edənlərin hamısının pulu artacaqdır. Təxmini neçə faiz artacaqdır deyəcəm. Məsələn, oradakı məbləğlər lap yüksək olacaq. 11 ildir sayt işləyir. 142 milyon pul çıxarış olunubdur. Yəni bu da çox böyük məbləğdir, dəyişə çox məbləğdir. 142 milyon. Yəni reklam saytda cəmaət burada ödəniş eləyir ki, mənim məsələn şəklimi bəyənsinlər, eləsinlər. Yəni o sayədə hamı bu saytdan qazanır. Yəni bu saytımız budur. Bu sayədə daha çox qazana bilərsiniz. Yəni aşağıda linklər qoyacağam. Linkdən aşağıdan qeydiyyatdan keçərsiniz. Hər cürə köməkliyini mən özüm sizə göstərəcəm. Əgər videom xoşuna gəldisə də xəbərdarlıq eləyəcəksiniz, deyəcəksiniz. Daha çox bu haqqda videoları mən sizə çəkəcəm. Mən sizə deyəcəm, buradan qazançların yollarını, hər bir şeyini öyrədəcəm. Bəli. Keçdik. Aşağıdan linki qoyacağım. O linki basaraq qeydiyyatı başa salıram. Deməli, nəyə görə linki deyirəm, aşağıdan linki qoşulmalısınız. Sizin bütün ödənişlərinizi mən çıxardacağam. Belə deyim, siz özünüz çıxardacaqsınız. O ödənişləri mən sizdən pulla alacağım və yaxud ki, qarşılığında sizə rubl verəcəm. Kimlər ki, bizim qeydiyyatdan keçirlərsə də, sırf bizimkilərdirsə də, sırf olan. Azərbaycanda payerdən pul çıxardan heç kim yoxdur. Çünki payerdən hal-hazırda yəni pul çıxartmaq yəni mümkünsüzdür. Onu da biz bildik, ona görə onu biz çıxarda bildik. Bizim üçün rahatçılıq deyil bir şeylər. Deməli, buradan başlayırıq. Məsələn, Instagramdan qeydiyyatı sizə başa salmışım. Instagramdan qeydiyyatdan keçirik. Basırıq. Deməli, bax, bu söz görürsünüz. Bunu indi biz kopyalamalıyıq. Bu sözü belə biz kopyalayırıq. Gözüm bu biraz kopyalamaq çətindir. Yox, bu böyrü basıb deyəcəksiniz, bu böyrü basıb niyə kopyalamırsan? O böyrü basıb kopyalayamıram mən nəsə.
Deməli bastıq bu sözü kopyaladıq. Kopyaladıqmı basırıq Instagram. Instagramın üzərindən bəli, kopyaladıq. İndi keçirik Instagram. Instagrama keçdiyimi gördüyünüz kimi profilə adam şəkli olmalıdır. Adam üzü görsənən belə. Öz üzünüz olmasa da mənim kimi bir dənə nəfər simpatiyanız olduğu bir nəfər götürürsüz. Onun üzünün şəklini qoyursunuz. Deməli bura keçirik. Bu da özün haqqında olan yerə yaxlam kopyaladığımız sözü yapışdırırıq. Hazır veririk, basırıq. Ad yerinə ad familiya yazmalıyıq. Məsələn, mən o bir hesabımın adını yazmışdım, adam yeyən. Burada adam içən. Yəni ad qoymalısınız bir dənə. Füsun, dəyişdik adımızı. Qoyduq, adam yeyən, adam içən. Qoyduqmu ad familiya? Elə bil ki, o biri ad, bu biri də familiya. Bu mənim köhnə hesabımdır. Heç bilmirəm, heç işlətməm. 2024 8 iyul hesabımdır. Bir dənə elə bir hesabınız olsun. Keçdi, nə qarıq. Hesabımız adı, hesabımız adı zz hıyıcı eləyirik. Bax, bu adı götürürük, adı buraya yazırıq. Gözləyin balaca hərflərlə zz hı. Sonra yıcı basırıq bunu. Bastıqmı? Füsun, biz qeydiyyatdan keçdik. Avtomatik olaraq gedirlər, biz yox. Profiliniz bağlı olmasın. Qeyd edim, nəzərinizə çatdırın. Profiliniz bağlı olmalıdır. Profil bağlı olmalıdır. Profil şəklimi də mən dəyişməliyim, bilmirəm. Bunu da istəyəcək, istəməyəcək, amma profil şəklimizi də dəyişməliyik. Yəqin inşallah istəməzlər. Füsun, keçdik, buradan qeydiyyatdan keçdik. Deməli, bir dəfə o Instagram, aşağıdan Instagram üstünə bastıq. Bura il tariximizi yazırıq. Məsələn, mən öz il tariximi yazıram. Deməli, neçənci iləm mən? Deməli, mən öz il tariximi yazıram. Öz il tarixinizi yazsınız, düzgün yazmalısınız. Mən öz il tariximi yazıram. Mən 1920-ci iləm. 1920. 1925'e kadar olanlar sağdı. 1926 ile bu. Deməli, götürək iyun, götürək buradan da iyunun elə biri götürək. Uşaqlar bayramı. Vыбрать strana. Öz ölkəmizi seçirik. Azərbaycan. Seçdikmi uşaqlar? Azərbaycan seçdik. Deməli, bura jenskoy ili mujskoy. Yəni qadınsızsa da buranı, kişisizsə də buranı basacaqsınız. Burada email adresi. Email adresimiz məsələn digər səhifəmdə hopsi idi. İndi burada da görünməzdi. Yazdıq @şərəsi mail.ru. Yazdıqmı? Sokranit. Sokranit indi siz öz emailinizi yazacağız. Füsun, Space açıldı. Açıldı mı? Bu təxmini 5 dəqiqə ərzində buradan yox, indidən başladı. Zadaniyalar indidən başladı. Deməli keçid edirik, zadaniyalara baxırıq. Təzə etdiyə az zadaniya verdilər ki, hələ bizi yoxlayacaqlar görək. Biz nə qarıq, nə bacarıq. Yəni belə baxmayaraq yenə də çoxdur. Deməli burada takip var. Bax 40. Takip bizə 40 verir. Məsələn biz bu adamı takip eləməliyik. Bir dənə setimiz zəifdir. Bastıq, bu adamı takip elədik biz. 3906 takipçisi var. Biz takip elədik. 3907 oldu. Bağlayırıq bu səhifəni. Basırıq, gəldik bura. Bir dəfə bunu basırıq. Pulumuzu götürdük. Pulumuzu götürən kimi nə oldu? Sırası balansımıza gəldi. Pul balansımıza gəldi. Sırası pul balansımıza gəldi. Sonra keçirik VK. İndi VK-nı öyrədəcəm sizə. VK-da nətə qeydiyyatdan keçilir. Keçdikmi VK-ya? VK da yenə həmənki o qaydada. İndi VK biraz buran biraz. Bu da yenə bax bu sözü kopyaladıq. O sözü kopyaladıq. Bura giririk, VK-nın üzərindən basırıq, VK-ya giririk. VK bu da App Store-dir, bizdə App Store-um var. VK açdı, açmağa basırıq. Öz dilimizdə deyim, basdıqmı? Bastıq, bu da belə gəldi. Belə gəldik, buranı bastıq. Bura biz öz şəklimizi qoymalıyıq. İlk profilə öz şəklimizi qoymalıyıq. Yəni özümüz düşə bir dənə şəkil qoymalıyıq. Deməli, qoyduqmı bu şəkili biraz bunu arxaya ekrana çox yaxın durmuşuq. Deməli, nasıl qırılır? Ay, nə oldu? Niyə? Öz şəklim ha? Biraz yaxınlaşdıraq belə.
Gözləyim bir dənə başqa şəkil olmalıdır. Başqa şəkil. Deməli ikinci profil şəkili götürdük. Görək ikincini qoymaq olacaqsa ikinci profil şəklimizi qoyaq. Deməli bunu belə seçdik. Bu olar da yəqin ki. Opsiyon. Bu uşağı qoya bildik. Bu uşaq profil şəklimiz oldu. Bura keçid edirik. Bu da 3 nöqtə var. Görürsüz 10 bastıq. Redaktiv birincini basırıq belə deyimiz. Bu da özümüz haqqında deyir məlumat verin. Özümüz haqqında məlumat o obyaqtları kopyaladıq da yəqin ki bildiniz hansı sözü. Oranı bura yazdıq. Bura ad familiya yerinə ad familiyanızı yazsınız. Mən Free yazdığım yerə yazdıq mı? Buradan bastıq mı? Buradan. Bu da üstündən bax gördünüz. Buran basanda aşağı hissə. Buran basanda burada idimiz var. İdimizin üstündən basırıq, kopyalayırıq, qaydırıq sayta. Ora idimizi yazırıq. Onlar bizi yoxlayırlar görək. Biz həqiqətən də şəkil qoyduq, bu sözü yazdıq mı? Bastıq mı? Gördünüz gəldi. İmiya familiyadır. Budur bastıq mı? Sonra bunu bastıq mı? Füsion avtomatik hazırdır. Bu da deyir şəhərinizi əlavə edin. Yenə bax VK var idi. VK-nın üzərindən bastıq. Yox, buranın bəli, bizi bura atır. Bu da şəhər seçməliyik. Məsələn, gəl biz bilirsiniz haranı seçək? Azərbaycan. Məsələn, Azərbaycan seçdik. Biz burada evi ihtiyaç yoxdur məncə. Füsion. Qeydiyyatdan keçdik. Bu göy işarə bizə verdi ki, hazırdır. Dala qaydırıq. Dala qaydırıq. Buranı bir dəfə yeniləyirik. Füsion. Buranı bir dənə yeniləyən kimi nə oldu? Zadaniyalar gəldi. Zadaniyalar indi biz təzə açdıq deyə az gəldi. Get-gedə lap artacaqdı. Məsələn, bunu elədiniz, qutardınız. İkinci lap böyük belə artacaq. Məsələn, başa salaq, yaxlan başa salmışıq. Takip atmaq. Məsələn, bax bu 30 şey verir. Bu da takip atmaq. Girdik, tap, bir dənə takip atdıq, tap, dala qayıtdıq, bastıq, balansız pul yatdı. Məsələn, orada neçədir? Gözləyin, 70'dir. Bastıq, bir dənə. Məsələn, takip atdıq. Məsələn, bu deyir, buran basa elə belə. Dala qayıtdıq, bastıq, pulumuzu götürdük, bastıq. İndi video çəkirəm deyə, yəni hamısını bir-bir eləmişəm də, elə belə sizə göstərməyəcəm. Bastıq, tab yuxarı elədik, tab götürdük. Balansı da pulu 35 verir. Bastıq, tab məsələn bastıq, takip atdı. Bütün tab pulunu götürdük. Digər şeylərdə zadaniyaları sizə başa salım. Bu da məsələn var, başqa, bu da nə var? Bu da bu. Məsələn, bu da bunu bastıq. Bu da məsələn bax görürsüz. Bir dənə deyənim bunu sizə başlayalım. Bax 1A. Bax bu da yazılıbdır. Bax bu da yazılıbdır ki, məsələn 1A-nı seçməlisiniz. Basırıq, getdikmi zadəni. Bu da bax görürsüz lap birinci elə 1A. Dəqiq baxmalısınız, dəqiq yadınız. Yuxarı elədik, girdik. Pulumuzu götürdük. Sonra ikinci sualımıza. Görürsüz bax bu sözü deyir. Bax bu sözü sadəcə SS eləyin, ya nəsə eləyin, yadınızda saxlayın. Ya şey super sözündən dalındaşı sözü yadınızda saxlayın. Bastıq mı? Saxladım. Bax bu da görürsüz bax bu hissə. Bax bura. Bastıq. Bax bayaqçı söz nə idi? Heç mənim özümün yadımdan çıxdı. Deyəsən bu idi. Buydu, bəxtimiz gətirdi. Bastıq. Pulumuzu götürdük, vəssalam. Sonra yenə keçid edirik. Bu da yəni belə zadaniyalardır. Instagram onun kimi, TikTok onun kimi. TikToku da qeydiyyatda sizə başa salım, öyrədim. TikTok'u da gözlüyüm, bir dənə TikTok'u da başa salım mən. Bəli, köhnə TikTok hesablarından birini tapdım. İndi TikTok'a bağlamaq öyrədəcəm mən sizə. Məsələn, biz burada VK-ya bağlamışıq da, VK-ya bağlamışıq, Instagram bağlamışıq, TikTok'a bağlamağı indi göstərəm. TikTok'un üzərindən bastıq. Bu sözü kopyaladıq. Deməli, kopyaladıq, basırıq. Keçməli indi biz TikTok'a bastıq. Buradan məsələn biz də bastıq. Amma bu bizim köhnə TikTok hesabımızda bu lap çoxdan, nə bilim neçənci ilindir. Bastıq mı bu da? Bu da özümüz, bu da ad yerinə. Ad yerinə öz ad familiyamızı yazmalıyıq. Adam içən idi, adam içən. Adam bura bunu yazdıq. 7 gün ərzində adımızı dəyişənməyəcəyik. Sonra burada para yazırıq bura yazırıq.
Buraya yazdıq. Bio yerimizə biyaklarını kopyaladığımızı yapışdırdıq. Deməli, dala qaydırıq. Profil şəklimizi də dəyişmək. Yəni profil şəklimizi də dəyişək. Bu öz şəklini bu şəkli qoyaq. Чужой жизнью не Story yox. интересует. Profil şəkli gözləyirəm. Profil şəkli qoyaq. Deməli, İzmir profili budan. Bəli, profildə şəkili seçirik belə. Yəni çalışın öz şəklinizi qoyun, profil şəkli. Bəli, keçirik indi bu da bura. Bura keçdikmi? Yox, kopyalayırıq. Buradan biz nəyimizi kopyalamalıyıq? Buradan TikTok xidməti. Nə varıq yazırıq? TikTok. Altdan xətt idi. Altdan xətt xidməti. İndi bu satışlar eləmirəm. Bu o vaxtçı satışlar idi. Lap o vaxtçı satışlar. Yəni indi bu satışlar yoxdur. Hər bir satış edirdik də, hər şeyin satışı var idi. İndi elmas satışını saxlamışıq. Elmas satışı var. Profiliniz açıq olmalıdır. Sizi takip edənlər kimlərdirsə onları açıq qoymalısınız. Yəni hər bir şey, heç nəyə bağlaya qoymaq olmaz. Bastıqmı buranı? Buranı bastıqmı? Bu da data rojdeniya seçirik. Məsələn, öz yaşımızı seçirik. Bastıqmı? Buradan basırıq. Öz il tariximizi qoyuruq. Tez basaq. Yəni hər şey düzgün yazın da, il tarixiniz zaddır, hər bir şeyinizi düzgün yazın. Neçənci ilsizsə də. Bir də mən öz ilimi seçim. 1926-cı iləm. 1926-cı iləm. Hasa idim, yadımdan çıxdı. May idim də deyəsən, mayın biri. Skoy. Bas da, bas. Buradan kişinin neysə. Bastıq, buradan strana seçirik, buradan Azərbaycan seçdikmi? Azərbaycan seçdik. Buradan kişi, bastıqmı? Qadınlar qadın, kişilər kişi. Bastıqmı? Şu, tab avtomatik açıldı. İndi 5 dəqiqə ərzində bu da zadaniyalar gələcək. Buranın zadaniyalarını sizə də başa salacağım. Buranın zadaniyaları 5 dəqiqə ərzində hazırdır. Bura gələcək. Elə bu da donduraq. Bəli, 5 dəqiqə vaxtımız tamam oldu. Balansda 1.80 var. Belə düşürük. Zadaniyalar gördüyümüz kimi gəldi. Deməli, keçid edirik burada. Məsələn, zadaniya seçirik. Məsələn, burada zadaniyalar var, fərqli. Deməli, takip atmaq bastıq. Məsələn, düşürük aşağı, balans 1.80-də. Məsələn, bastıq bir nəfərə takip atmaq. Belə girdi, bizi avtomatik atır onun səhifəsinə. Bizə lazım olan nədir? Biz bu adama takip atdıq. Bu insana takip atdıq. Bir yuxarı aşağı elədik. Bu postları gəldi. Məsələn. Keçirik, bu da ikinciyə atırıq. İkinciyə atırıq, ona qədər o təsdiqlənsin. İkinciyə atdıq. Təsdiqlənsin. Bunu aşağı yuxarı eləyirik. Bu da təsdiqləndi. Keçirik. Pulumuzu götürməyə. Bir dəfə, iki dəfə üstündən bastıq. Məsələn, təsdiqləmək. Bu da nə qarmalıyıq? Sizdə də ola bilər o şey. Gəlik, bura girik TikTok'a. TikTok'a girdikmi? Bu da biz basırıq nastroykanı, icazələrə giririk. Takipçilərimiz, görürsünüz, təkcə mən. Bu da hər kəsə açıq. Hər kəsə açıq eləməliyik. Hər kəsə açıq elədik. Məsələn, bir dənə şeyləri sildik, təzədən qaydırıq. Təzədən qaydının üzərinə basırıq. Bu da çıxarışı bastıq. Çıxarışı bastıqmı? Bir dəfə yenilədik. Bir dəfə bastıq. Şum. Avtomatik bu bizi qəbul edəcək. Yəni yerində cihaz bu bizi qəbul edəcək. Bastıq, pulumuzu götürdük. 2 rubl balansda pul oldu, artdı. Təzədən yenə qaydırıq, dala qaydırıq. Bu da takipdən çıxartdı. Bir də qeyd edim, nəzərinizə çatdırım. Hamınız biləsiniz, sonra deyəmi. Heç kimi bəyənidən sonra təzədən bəyənidən çıxartmayın. Heç kimi takip eləyədən sonra təzədən takipdən çıxartmayın. O qalsınlar, yığılsınlar. Yəni bir həmin adamları sıra çıxartmayın. Yəni deyim, xəbəriniz olsun. Yəni biləsiniz. Məsələn, bax belədir. Gördünüz, nə hasadlıq. Məsələn, takip atdıq, təsdiq elədi, takibi dala qayıtdıq, pulumuzu götürdük. Yəni bir dəqiqə, yəni vaxt yoxdur. Yəni video qısa olsun deyə mən sizə belə göstərirəm. VK-dır, Instagram'dır, TikTok'dur. Bu sayədə nətər qeydiyyatdan keçirlər, nətər açırlar, mən sizə göstərdim, öyrətdim. Bax, bu da baxsız.
Bax, baxsız. Məsələn, bu ən hasadıdır. Bu da nə deyir? Məsələn, basırıq üzərindən deyib 5-10 saniyə qalmalıyıq bu da. 5-10 saniyə buna baxmalıyıq. Çox yox. Məsələn, bu pişiyə baxmalıyıq. 5 saniyə bu pişiyə baxmalıyıq. Hə, bu pişik, hə, nə qəşəng pişikdir. Baxdıqmı bir də nəzərinizə çatdırım. Bax, belə aşağı eləməlisiniz. Videonun altın yorumu görməlisiniz. Belə yorumu. Gördünüzmü? Dala qayıtdıq. Bu hələ də şey deyil. Bu da ikincini basmalıyıq. İkincini o hələ bizə təsdiqlənəcəkdir. Təsdiqlənməyi də aylar, illər çəkmir. Elə təsdiqlənməyi də 5-10 saniyəlik şeydir, yəni təsdiqlənməyi. Məsələn, buna baxdıq. Düşürük aşağı, yorumlara baxırıq. Bu 5-10 saniyəsi doldu. Bunun 5-10 saniyəsi doldu. Buranın zadəniyyəsi də belədir, bu şəkildədir, xasaddır, yəni heç bir çətinlik yoxdur. Burada belə, yəni hər bir şeyin pul verdi, balansa verdi, pul balansı yatdı. Yəni burada əziyyətli, çətin heç bir şey yoxdur. Yəni bu da 5-10 saniyə təsdiqlənəcəkdir. Onda da bunu da şey eləyərik, pulunu götürərik. Yəni hər bir şey bura. Instagramıdır, TikTokudur və s. bir şeylərdir. Yəni hər bir şey bu şəkildədir. Yəni hasadlıqla buradan girib pul qazanmaq olur. Yəni video qısa olsun deyə elə belə göstərdim sizə. Yəni elə bir sayt yoxdur ki, belə deyim. Ha, siz burada bir şey yaxşı, bir qəpik də sizdən tələb eləmir. Bir qəpik də qoymusunuz da. Pul zat qoymağınıza heç nə ehtiyac yoxdur. Ancaq pul çıxartmağınıza. Rubildir, deyirsə rubil nağaracam. Rubildə manata çevirmək mənlikdir. Mən rubilləri sizdən alıram, sizdən rubilləri manata çevirirəm. Yəni sizdən məsələn rubil aldım, o rubillərdən manata çevirdim və salam. Bir də bu da yəni narışeni eləməyimiz, xəbər olmuşaq, bilməyəcək də, yalandan buna takibatın edin, nə var mı? Elə şeylər olmuş. Videoda da ətraflı hər şeyi sizə başa saldım. Qeydiyyatdan keçməkdir, odur, budur, hər bir şeyi sizə başa saldım. Yəni bu da sizin başa düşmədiyiniz, bilməyəcəyiniz heç bir şey yoxdur. Hər şey videoda sizə, yəni şəxsidən bilmədiyiniz şey olsa, soruşa bilərsiniz məndən, sözsüz. Amma qeyd edim, videoda mən sizə hər şeyi başa salmışam da. Videonu yığdırım, axırına, pul qazanmaq. Sonra mənə şəxsidən gəlib yazım ki, mən bu saytdan qeydiyyatı eləməm. Hər şeyi mən sizə bir-bir göstərdim də, hər şey bir-bir. Profil şəkli qoymaq, açığa qoymaq, tarix, yeri müəyyən etmək, yaxşı qoymaq, hər bir şey yəni dəqiqliklə sizə başa. Yəni nəsə başa düşməsəz, yəni gələrsiniz başa salarım. Amma yenə də qeyd edim ki, video axıra qədər baxmaq yadınızdan çıxmasın ki, yəni hər şeyi başa düşəsiniz. Videomuz yəqin bura qədər. İnşallah gələn videolarda görüşərik.